İmam Musa ibn Cəfər ağa buyurur: "Ən ta'rifə ma sana'a bik." Özünü tanıyasan. Allah səni necə yaradıb, özünü tanıyasan. Əleyhissalam buyurur: "Əfdalul ma'rifə ma'rifatul insani nəfsə." Ən yaxşı tanımaq insanın özünü tanımasıdır. İnsan özünü tanıya. Ki mən kiməm? Görürsüz biz başqalarını tanımağa can atırıq, amma özümüzü elə tanıya bilməmişik. Kim diyor, nəçi diyor, harda qalır? Elə özü haqqında o cür fikirləşmir. Allah buyurur ki, hədisdə İmam Musa ibn Cəfər ağanın dili ilə İnsan ikinci özünü tanımalıdır. Üçüncü, ən ta'rifə ma ərada minkə. Tanımalıdır ki, Allah insandan nə istəyib. Yəni vəzifəsini tanımalıdır. Dördüncü, ən ta'rifə ma yuxricukə min dinik. Tanıyasan ki, səni dinindən hansı şeylər çıxartar. Səni hansı şeylər dinindən çıxartar? Dindəsən, amma səni dindən çıxartan şeylər nə ola bilər? Allah göstərməsin, insan dindən çıxar. Dindən çıxmaq iki cürdür. Bir var, insan bilir ki, mən dindən çıxdım, şuur üzündən, şuurlu şəkildə dindən çıxır. Özü də bilir ki, dindən çıxdım. Ona nə deyirlər? Ona deyirlər mürtəddir. Yəni şuurlu şəkildə dindən çıxdı. Xoşuma gəlmədi İslam, keçdi, kilsəni qəbul elədi. Məhəbbət kilsəsinə gedir indi. Niyə dində məhəbbət tapmadım? Məhəbbəti burada gördüm. Ona deyirlər mürtəd. Dəyişdi, keçdi oldu Tövratın əhli. İndi Musanın dini ilə gedir. Dəyişdi oldu məsələn kafir. Ümumiyyətlə elə bütpərəst. Yəni dindən çıxdı, haqq olan dindən çıxdı. Buna deyirlər mürtəd. Bu özü də bilir ki, dindən çıxıb. Bu yenə yaxşıdır. Bunu başa salarsan, qaytararsan yenə dininə. İndi inatkarlıq eləsə onun hökmü var, o ayrı. Amma bu şuurlu şəkildə çıxıb, bilməyib də, indi başa salacaqsan, ona dinin gözəl tərəflərini göstərəcəksən, o başa düşəcək ki, hə, haqq olan din bu imiş, elə mən səhv eləyib çıxmışam, indi qayıdır. Bu öz yerində. Amma bir də var ki, insan dindən çıxır, amma özü bilmir. Bəla buradadır. Özü bilmir ki, bu dindən çıxıb. Dində ola-ola dindən çıxıb, ən böyük bəla budur. Dindədir, İslamdadır. Deyinən kəlmə şəhadətü deyəcək. Deyinən kəlmə-i teyyibəni deyəcək. Hətta dur 2 rəkat namaz qıl, əla namazını da qılacaq. Həccə də gedib, oruc da tutur, Quran da oxuyur. Dindədir, amma özü bilmir ki, dindən çıxıb. Bir dənə peyğəmbər istəyir buna desin ki, bir imam istəyir buna desin ki, qardaş sən dindən çıxmısan, sənin özünün xəbərin yoxdur. O təəccüb eləyər ki, həmin o adam. Necə yəni, sən mənə deyirsən mən dindən çıxmışam? Mənim dinim İslam, kitabım, Quran, qibləm, Kəbə, namazım, orucum, hər şey yerində. Sən mənə deyirsən dindən çıxmışam, mən dindəyəm. Amma o bilir ki, üçün peyğəmbərdir, imamdır. O bilir ki, sən dindən çıxmısan. Nümunəsini deyim sizə, nümunəsi budur. Komeyli ibn Ziyad əleyhissalamın tələbələrindən idi, səhabələrindən idi. Deyir ki, əleyhissalamla Küfənin ətrafında, şəhərin qırağında gəzişirdik. Gecə vaxtı idi. Çatdıq bir yerə. Gördük ki, evdən gözəl Quran sədası gəlir. Biri yatmayıb, gecə Quran oxuyur. Elə soğutunan, elə ləhnlə, səslə, avazla Quran oxuyur ki, adamın ürəyinə yağ kimi ya. Adam elə istəyir otursun qulaq assın. Oxuyur özdə bu ayəni. Əmmən huvə qanitun ana əl-leyli sacidən və qaimən. Kimdir bundan üstün adam ki, gecə vaxtı Allahı zikr eləyə, qiyam halında, səcdə halında. Biri yatıb, amma biri yatmayıb, oyaqdır. Gecə vaxtı Allaha səcdə eləyir, namaz qılır. Buyurur, bu ondan üstündür də. Yəhzərul axirə, bu adam axirətdən qorxur. Və yərcu rəhmətə Rabbih, Rəbbinin rəhmətinə ümidi var deyə yuxusuna haram qatır. Ümidi var ki, Allah buna rəhmətini nazil edər. Bu ayəni oxuyur ki, belə insanlar fəzilətli insanlardır. Həm ayənin mənası, həm də oxuyanın gözəl sədası. Nur nura qarışır. Komeyli ibn Ziyad deyir, mən bunu eşidəndə təəccübləndim. Allah, nə gözəl insan, nə gözəl mömin. Adamın xoşuna gəlir də. Deyir, əleyhissalam mənə belə bir təhər baxdı. Dedim, ağa, niyə belə bir təhər baxdınız? Süz də qərar idi, məni kimi neyniyəsiz? Sevinəsiz və təəccüblənəsiz ki, nə yaxşı. Amma ağa mənə qəribə baxdı. Soruşdum, ağa, niyə qəribə baxdınız? Buyurdu, ya Komeyl, Komeyl, la yu'cibukə təntənətur rəcul. Bu kişinin bu cür gözəl Quran oxuması səni təəccübləndirməsin. İnnəhu min əhlin nar. O cəhənnəm əhlindən. Özü bilmir bədbəxt. Dindədir, amma dindən çıxıb. Bir dənə imam istəyir adama desin ki,
Qardaş, sən dindəsən yoxsa dindən çıxmısan? Onu biz bilmirik. Bizə desən deyərik dindəyik. Belə cürətlə deyərik ki, dindəyik. Amma o bilinmir, bizdə bilinmir. O ya peyğəmbər istəyir bizə desin, indi peyğəmbər imam yox, o dövrdə var idi, ağa dedi. Biz harda biləcəyik? Biz indi bilə bilməyəcəyik. Biz o ölən andakı var, onda biləcəyik. O ki, Əzrail gəldi, oturdu, istədi bizim canımızı yasın, onda bilinəcək ki, mən bir ömür dində olmuşam, yoxsa dində ola-ola dindən çıxmışam. Onda bilinəcək. Səunəbbi'ukə fīmā bə'd. Ağa buyurur ki, mən sonra sənə deyərəm. Üstündən günlər keçdi, aylar keçdi, illər ötdü. Nəhrəvan müharibəsi yoldu. Ağanın xilafəti dövründə. Nəhrəvan müharibəsi yolda ağa xəvariclə vuruşur, qalib gəlir. Öldürür, qırır bunların dəstəsini. Ağanın bir adəti var idi, gələrdi sonra bu ölmüşlərin başının üstündə dayanardı, onlarla belə danışardı. Əsasın ya nizəsin, qılıncın belə vurardı, məsələn, üzü üstə düşüb çevirərdi, ya başını çevirərdi, səhabələri də tanıtdırardı. Bəsrənin qazısı var idi, ağa ona nə qədər moizə elədi. Deyirdi, qazı, belə olmaz, belə hökm çıxartmaq ol. O baxmırdı, dünya malı allatmışdı onu. Deyir, axırda hamısı dindədir ha bunlar, mən kafirlərdən danışmıram, müsəlmanlardan, özdə möminlərdən, handa bir möminlərdən danışıram. Deyir ki, nə qədər nəsiyyət elədi, baxmadı. Ağanın müharibəsində ağaya qarşı qılınc çəkənlərdən oldu, ağa deyir, gəldi, onun cəsədi üstündə başladı, oturdu, bu sözləri danışdı. Dedi, mən sənə deyirdim axı, indi görürsən, mən dediklərimi haqq görürsən. Onda çatmırdı sənə mən dediklərim. Amma indi özün də görürsən ki, çatdı. Həmin Komeyli ibn Ziyad. Deyir, o müharibədə ağa gəzirdi, birdən çağırdı məni. Dedi, bu şəxsi görürsən? Dedim, ağa bəli. Dedi, bu həmin o insandır ki, gecə vaxtı Quran oxuyanda sən bunun avazından, oxuduğu Qurandan təəccübə gəlmişdin. Bu həmin o adam. İndi burada cəhənnəm. Mən sənə dedim, cəhənnəm əhlidir. Dində ola-ola dindən çıxmaq adam özü bilmir. Amma nişanələr, əlamətlər bizə deyilib ki, bəli, elə şeylər var ki, səni dindən çıxartar. Ona görə bunu tanımaq, bunu bilmək çox vacibdir. Vacibdir ki, insan dinin və dindarlığın bəlası nədir? İnsanı dindən nələr çıxartar? İnsanın imanını nələr əlindən alar? Onu gərək insan bilə. Görürsünüz, məsələn, orucu batil eləyən şeylər var. Yemək içmək orucu batil eləyir. Batil eləyir, yəni pozdu, dağıtdı onu. Sən çalışırdın, oruç tuturdun, savab qazanırdın. Bir dənə bir qurtum su içməklə dağıtdın hər şeyi. Dəstəmaz almaq neçə şey var ki, batil eləyir. Namaz, on neçə dənə şey var ki, namazı batil eləyir. Batil eləyir mənası budur ki, vurur, əməli dağıdır. Elə bir dənə şarı şişirdirsən, o tərəfdən biri gətirir, bir dənə iynəni ona vuracağın, dağıdır hər şeyi. Bu da belə. Hər bir insan mömindən gedir söhbət, dindar, hər bir əməli ilə qəlbində bir iman ağacı əkir, bir din ağacı əkir. Onu gərək elə qoruyasan ki, onu qurt vurmasın. Rahat, şirin meyvələr versin ki, sən o möminçiliyində, dindarlığında onun şirinliyin dadasan. Həzrət Peyğəmbər buyurur ki, Afətuddin thəlathə. Dinin bəlası 3 dənədir. 1. Fəqihun facir. Günahkar alim. Alimdir, amma günahkardır. Günah eləyəndir, halalaran bilmir. Alimdir, cəmaat bunu elm xadimi kimi qəbul edib. Ziyalı qəbul edib, amma halal haram bilməz. Dinin içində olandan gedir söhbət. 2. İmamun cair, zülümkar rəhbər. 3. Muctehidun cahil, avam çalışqan. Çalışır. Baxırsan ki, ibadət yerində, oruc yer, çalışır, amma avamdır. Elə bunu balaca söz deməklə çıxar dindən. Çox olub da eləncinə. Nə qədər var ki, görürsən şiyyəçilikdə, Əhl-i-Beyt məktəbində, amma kimsə hardasa buna bir dənə söz dedi, çöndü əqidəsi. İndi baxırsan ki, maşallah, hidayət olub. Saqqal buradan, balaq qalxır. Qardaş, sən təvəssül duası oxuyurdun, nə oldu sənə? Hidayət oldu. 25 ildir biz namaz qılırıq, hələ dilimizə gətirməyə utanırıq ki, hidayət çox ağır sözdür. Bu hidayət 5 dəqiqənin içində hidayət olur adam. Belə də bir şey olarmış. Buyurur, avam cahil. Nədən? Biri bir dənə söz deyib buna. Deyib ki, sən möhrə səcdə edirsən. Bu da deyib ki, hə, səcdə Allaha olmalıdır. Sən Allaha şirk qoşdun. Niyə? Çünki möhrə səcdə edirsən. Hə, doğrudan mən möhrü qoydudur. Bir buna deyən yoxdur ki, fərqi nədir ki? Sən də xalçaya səcdə edirsən. Bax, avam çalışqan. Neçə ildir bir dənə bu sözü tapıb deyə bilmir ona. Avamlıq. Əleyhissalam buyurur, mənim
belimi neçə dəstə insan sındırdı. Biri də avam mömin. Birin deyir zirəy münafiq, ikincisi də deyir avam mömin. Mömindir, amma avamdır. Öz məsələsini bilmir. Öyrədirsən, öyrənmək istəmir. Başa salırsan, başa düşmək istəmir. Amma hardasa bu zəhərlənəcək. Ona deyirlər ki, bu adam dindən çıxıb. Bax, müctehidun cahil, müctehid yəni çalışqan, avam çalışqan. O dindən çıxıb özü də xəbəri yoxdur. Nə vaxtsa biruzə verəcək. Adam dindən çıxır, xəbəri olmur, qalır o dindən çıxmaq qalır gizdində. Bir dənə şərait yaranır, o gizdində qalan çıxır aşkara. Həzrət Əli 12 yaşında iman gətirdi. Amma demək olmaz ki, ağa iman gətirdi. Orada dəqiq söz budur ki, ağa imanın aşkar elədi. İman gətirmək ona deyirlər ki, bu əvvəl başqa dində idi, indi iman gətirdi. Amma ağa başqa dində olmayıb ki, ağa imanın zahir eləyib, aşkar eləyib. Gizli qalmış iman bir şərait yaranır, aşkar olur. Bu da belədir. Dindən çıxmaq, üzdə dində görsənirsən, amma dindən çıxmaq qalır gizlində, adam bilmir. Bir dənə şərait yaranır, dedim ha, bəzi əlamətlər var. Bir şərait yaranır, o şəraitdə bir də görsən ki, çıxdı dindən. Onlardan da biri avamlıqdır. Bunlar dinin bəlaları sayılırlar ki, avamlığın dərəcəsi o həddə idi ki, yazırlar, Həzrəti İmam Sadiq əleyhissalam buyurur, Bəni Ümeyyə insanlara imanı öyrənməyi azad buraxdı. Öyrənin imanın dərəcələrini, bunları öyrənin. Vələm yutliqu ləhum tə'limə şirk. Amma dedi, şirki cəmaata öyrətmiyor. Likey izə xəməluhum aleyhi ləm ya'rifuhu. İmam Sadiq ağa buyurur ki, Bəni Ümeyyə başda Muaviyə olmaqla şirki cəmaata demirdi, öyrənməyə qoymurdu. Şirk nədir yaşır? Nə işin var? Ged namazı qılcına. Biri gəlir indi deyirlər, məsələn, şirk nədir? Oturursan, izah edirsən onu, şirkin mənasını, dərəcələrin, hansı halda müşrik nəcis sayılır, hansı halda sayılmır, şirkin növləri var, belə izah edirsən. O dövrdə gəlirdi bir ağanın yanına, ağa şirkin mənası nədir bir alimin, ruhanının yanına? Qoymurdular, Əməvilər qadağa qoyub. İmanı de, təqvanı de mənasını, dərəcələrini, amma şirki demə. Muaviyə niyə? Soruşurlar Muaviyədən, Əmraz. Deyir ona görə ki, biz istədiyimiz adama şirk adı yapışdıraq, ondan sonra öldürməyə də əlimizdə əsasımız olsun. Əlimizdə də əsas. Niyə öldürdün bunu? Şirki, müşrik idi. Nədən müşrik idi? Müşrikin özləri mənasını izah eləyirlər. O da deyir, hə, qutardı da, qətli vacibdir, nəcisdir. Amma şirkin mənasını bu bədbəxt bilsə, qalxar deyər ki, şirkin mənası o deyir. Başqa şeydir, siz yalandan gətirmişsiniz bunun adını. Ona görə də Əməvilər bu siyasət apardılar ki, şirkin mənasını insanlara açmadılar. Özləri rahat şirk adı qoyub öldürsünlər. Bu qədər avamlıq dinin başına oynatsdı və tarixdən. İndinin özündə də o cürdür, tarixdə də belə olur. Və təkrarlana da gedir. Bir nümunəsini dərz edeyim. Əmraz Muaviyyə dedi ki, Muaviyyə, gəl sənə bir təklif verim, bu cəmaatı sına. Sınağa çək bunları, imtihan elə bunları. Dedi, nə cür? Dedi, bilginlə ki, bunlar sənə nə qədər tabedir. Muaviyyə deyir, bu cəmaat mənə tabedir, mən nə desəm o olacaq. Deyir, deməklə deyir ki, gərək bunları bir sınayasan. Əmraz, neyniyim? Tarixdən oxuyuram bunu sizə. Əmraz təklif verir. Deyir ki, bu küdü var, küdü. Boranı da deyirlər də. Küdü, balığa bağ da deyirlər. Küdü, bunun deyir, Əmraz dedi ki, Muaviyyə bir dənə qərar çıxart ölkədə. Bu küdünü üzü qibliyə bismillahla kəssinlər. Əgər belə olsa, o küdü olacaq nə? Halal. Əgər bismillahsız üzü qibliyə kəsməsələr, o olacaq haram. Bu qərarı ver. Muaviyyə verir. Şamda qərar verir. Hər kəs istəyir küdü yesin, onu bismillahla üzü qibliyə kəsməlidir, ondan sonra yeməlidir. Əgər o üzü qibliyə kəsməsə, bismillahsız kəssə, onu yeyə bilməz, haramdır o. Bütün Şam əhli tarix yazır. Murəvvicuz Zəhəb kitabında, əhl-i sünnənin kitabıdır. Murəvvicuz Zəhəb kitabında bütün tarixlər yazır ki, Şam şəhəri hamısı küdünü üzü qibliyə bismillahla kəsirdi. Əmraz göstərir Muaviyyəyi görsən, avam insanlar, avam dinin bəlası bulardır, avamlıq. Söhbət çatdı Həzrət Əliyə Küfədə. Əli əleyhissalamdan soruşurlar. Küfəlilərə də elə biraz o Şamın təsiri gəlib çatmışdı. İndi ağaya soruşurlar. Ağa, küdünü bəyəm kəsəndə bismillah demək lazımdır. Ağa deyir, gülür. Gülür deyir, əl-qərq, küdü, leysə yüzəkka. Küdüyə bismillah lazım deyir ki. Üzü qibliyə lazım deyir ki, fəkuluhu,
harda gördünüz, aldınız, yuyun rahat. Və la təzbəhuhu, onun heyvan kimi başın kəsməyin, qoyun kimi başın kəsməyin. Və la yəstəhvinənnəkumuş şeytan, şeytan sizi aldatmasın. Bu nə bəladır sizin başınıza gəlir. Hamısı nədən? Avamçılığınızdan. Hamısı nədən? Başda dayananlar zülümkar. Hamısı nədən? Alimləri də nə? Alimləri də ki, kimlərə işləyən? Zülümkar, fasik, halal harama riayət eləməyən alimlər. Bax, bu üç dənə bir yerə yığışsa, bir cəmiyyətdə axırda gələr Kərbəla hadisəsi yaranar. Şüreyh-i Qazi bir tərəfdən günahkar alim fətva verər, avam insanlar da gələr, öldürər, İmam-ı Cair də, fasıq Yezid də başda oturar. O cəmiyyət Kərbəla hadisəsi, qanlı faciəni törədər. Tarixdə bu üç nəfər, üç dəstə insan bir yerə yığışdı, orada qanlar su yerinə axar. Bugün də olacaq. Qanlar su yerinə axar. Ziyalı çıxar, fətvanı verər, haramı, halalı haram eləyər, zülümkar rəhbər də başda oturar, avam insanlar da ya